Yeni Kaledoniya, Fransanın uzun illərdir davam etdirdiyi müstəmləkə siyasətinin qurbanına çevrilmiş inzibati ərazi qurumu. Onun Sakit Okeanın cənub-qərb hissəsində yerləşməsi və kritik faydalı qazıntı yataqları ilə zəngin olması rəsmi Parisin amansız siyasətinin başlıca səbəblərindəndir. 2024-cü ildə Fransa parlamentinin seçki hüququna dair yeni qərarı vəziyyəti Yeni Kaledoniyanın əleyhinə daha da qəlizləşdirdi. Xatırladaq ki, Yeni Kaledoniyanın konstitusiyasına dəyişiklik edən Fransa, bölgəyə ən az 10 il əvvəl köçən əcnəbilərə seçkilərdə səs vermə hüququnun veriləcəyini açıqladı. İxtişaşlardan sonra qeyri-şəffaf şəkildə 7 şəxs, habelə 69 kanak məhbusu Fransaya deportasiya edildi. Xalqın narazılığı fonunda ötən gün Paris məhkəməsi Fransada qanunsuz olaraq saxlanılan şəxslərin azadlığa buraxılmasına dair qərar qəbul edib. Bununla da Fransada saxlanılan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin sədri Christian Tayin və 3 şəxs azadlığa buraxılıb. Artıq saxlanılan şəxslərin azadlığa buraxılması da onu deməyə əsas verir ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər uğurludur, öz nəticələrini verməkdədir və yerli xalqların da müqaviməti, həmrəyliyi, birliyi burada xüsusi diqqət alınmalıdır. Fransa dövləti də bu müqavimətlə razılaşmalı olur. Hesab edirəm ki, qarşıdakı dövrdə Kanak xalqının və digər müstəmləkəçilik zülmündən, istibdadından əziyyət çəkən xalqların hüquqları tanınacaq. Xatırladaq ki, Kanak rəhbəri Christian Tayin 2024-cü ilin 19 iyununda saxlanılıb. Onun rəhbəri olduğu Sosial Milli Azadlıq Cəbhəsi təşkilatı mayda Yeni Kaledoniyada ixtişaşların təşkilində ittiham olunub. Bu mənada ötən gün həmin şəxs və daha 3 təqsirləndirilənin azadlığa buraxılması Fransa neokolonializminə qarşı mübarizənin uğuru kimi simvolizə edilir. Analitiklərin proqnozlarına görə yerli xalqın etiraz və mübarizələri fonunda rəsmi Parisin neokolonial siyasətinin ömrü düşünülənin əksinə uzun olmaya bilər. Yeni Kaledoniya əhalisinin mübarizə əzmini qırmağa çalışır Fransa və bu müstəmləkəçilik siyasətini davam etdirir. Düşünürəm ki, indinin özündə yaxın gələcəkdə də Fransa bu siyasətindən əl çəkməyəcəkdir. Təbii ki, Fransa uzun illərdir ki, müstəmləkəçilik siyasətinə sadiq qalaraq məhz həmin xalqları öz əsarəti altında saxlamağa çalışır. Ümumiyyətlə, Fransaya Afrika regionunda böyük zərbələr oldu müstəmləkəçilik siyasətində, ona görə də digər dövlətlərin azadlığa çıxmaması üçün hal-hazırda Fransa çalışır. Qeyd edək ki, Yeni Kaledoniya xalqının hüquq və azadlıqlarının bərpası istiqamətində Azərbaycan davamlı olaraq səy göstərməkdədir. Məhz bunun nəticəsidir ki, Bakı Təşəbbüs Qrupu sözü gedən əhalinin hüquqlarının müdafiəsi məqsədi ilə həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda beynəlxalq ictimaiyyətə çağırış edir, ailələrə yaxından dəstək göstərir. Zeynəb Mirzəyeva, Real.